Salam uşaqlar, hər vaxtınız xeyir olsun. 22 fevral OTK-nın keçirdiyi 9-cu siniflər üçün buraxılış sınağının izahına baxaq. Demək, funksiyanın qrafikinin təpə nöqtəsinin koordinatlarını soruşur. Təpə nöqtənin koordinatları y bərabərdir, a vurulsun, x çıxılsın, m-in kvadratı plus n şəklində verilmiş düsturda m və n-dir. Burada da m və n-in yerində, m-in yerində 2 dayanır, n-in yerində isə 3 dayanır. Yəni, təpə nöqtənin koordinatları olacaq 2, 3. 32-ci sual. Düzgün n bucaqlının daxili bucaqlarının cəminin xarici bucaqlarının cəminə olan nisbətini tapın. Daxili bucaqlarının cəminin düsturu 180 dərəcə vurulsun, n çıxılsın 2, bölünsün daxili bucaqların cəminin. 180 dərəcə vurulsun, n çıxılsın 2. Xarici bucaqlarının cəmi isə 360 dərəcədir və daxili bucaqların cəminin xarici bucaqların cəminə olan nisbətini istəyir. 180 ilə 360 ixtisar gedir 2. Doğru cavabımız qalır n çıx 2 bölünsün n. O da olur C variantı. 33-cü sual. 2 toplanandan birinə 7, digərinə isə -3 əlavə edilsə, cəm necə dəyişər? Cavablardan soruşur. Uşaqlar, birinə 7, digərinə -3 əlavə edilsə, 7-ni əlavə etmişəm, sonra -3. -3 əlavə etmək -3 deməkdir də. Müsbət 7, -3. Cavab edir müsbət 4. Müsbət 4 nə deməkdir? Cavabın 4 vahid artması deməkdir. Keçək növbəti sualımıza. 34-cü sual. 34-cü sualda sahəsi 120 kvadrat santimetr olan A, B, C üçbucağının BM və C-in medianları K nöqtəsinə kəsişir. Uşaqlar, median üçbucağın sahəsini yarıya bölür. Bir median. Bir median çəkilib, 2 median çəkilib. Mən indi burada üçüncü bir medianı da çəkirəm. Üçüncü medianı çəkəndə burada 1S, 2S, 3S, 4S, 5S, 6S. 6 dənə sahə, 6 dənə üçbucaq yaranır. Hamısı bir-birinə bərabərdir. Ümumi 6 S-imiz 120 kvadrat santimetrdirsə, 1 S-imiz 120-ni bölürük 6, 20. Amma ştrixlənən hissədə 2 S var. 2 vur 20, doğru cavabımız 40. 35-ci sual, sadə, rahat bir sualdır. 72 ədədinin 8-də 3 hissəsini tapın deyir. 72-ni bölürük 8-ə, vururuq 3-ə. Bu da cavabımız verir 27-ni. A variantı. 36-cı sual. Deyir ki, AMB, BNC və AKC qövslərinin uzunluqları nisbəti AMB, BNC, AKC. Qövslərin uzunluqları nisbəti 2, 3, 4-dürsə, bu qövslər tamamlananda bir çevrəni əmələ gətirir, 360 dərəcəni. 2K plus 3K plus 4K bərabərdir 360 dərəcə. 9K bərabərdir 360 dərəcə, K bərabərdir 40 dərəcə. K-nı 40 tapdıq, BAC, BAC. BAC bucağı uşaqlar BNC qövsünə söykənib və söykəndiyi qövsün dərəcə ölçüsünün yarısına bərabərdir. BNC qövsü ikinci dayanandır, yəni 3-ə uyğundur, 3K-ya. 3K bərabərdir, 3-ü vururuq 40-a, etdi bizə 120. Deməli, BNC qövsü 120 dərəcədirsə, bu daxilə çəkilmiş BAC bucağı birləşdiyi qövsün, söykəndiyi qövsün yarısına bərabərdir. 60 dərəcə. Doğru cavab Y variantı. 37-ci suala baxırıq. 37-ci sualda modul x kiçikdir 4 bərabərsizliyinin neçə tam həlli var? Modul x əgər 4-dən kiçikdirsə, bura 4-dən kiçik olan müsbət və mənfi ədədlər yazıla bilər. Yəni, belə deyək də, x 4-dən kiçik, mənfi 4-dən böyükdür. 4-dən kiçik 3, 2, 1, mənfi 4-dən böyük, mənfi 3, mənfi 2, mənfi 1, 0. Neçə tam həlli var deyir. Yazaq mənfi 3, mənfi 2, mənfi 1, 0, 1, 2, 3, bitdi. 1, 2, 3, 4, 5, 6, 7. 7 həlli var. Tənliyin köklərinin cəmini tapın. Uşaqlar, bunu vietlə tətbiq eləyə bilərik də. Tənliyin köklərinin cəmini tapmaq üçün əvvəlcə bunu çevrilmiş kvadrat tənliyə çevirək. Yəni, hər tərəfi 2-yə bölək. Olur x kvadrat plus 3x bərabərdir 0. x1 ilə x2-nin cəmi x-in əmsalının əks işarəsinə, yəni mənfi 3-ə bərabərdir. Doğru cavabımız A variantı. 39-cu sualda 6 kiloqram konfetin qiyməti 48 manat olarsa, 9 kiloqram eyni növ konfetin qiyməti tənasüb
6 kiloqram 48 manatdır, 9 kiloqram isə x manatdır. Və düz mütənasib cəmiyyətlər olduğuna görə normal çarpaz vururuq. 6x bərabərdir 9 vurulsun 48. X-i tapmaq üçün 9-u 48-ə vurub bölürük 6-ya. 48 ilə 6 ixtisar gedir, qalır 8. 9 dəfə də 8, 72. Doğru cavabımız 72 manat. 40-cı sual AB hasilini soruşur bizdən. AB hasilini tapmaq üçün A-nı B-yə vururuq. A 3 üstü 3, 4 üstü 4, 5 üstü 5. Vurulsun. B-nin 20-sini mən 4 və 5 kimi parçalasam, 20-ni 4 vur 5. Üstündəki mənfi 4-ü də buralara paylasam. Mənfi 4. 4 üstü 4-ü 4 üstü mənfi 4-ə vuranda 4 üstü 0 eləyir. Bunun cavabı elədir 1. 5 üstü 5-i də 5 üstü mənfi 4-ə vuranda bunun cavabı 5 üstü 1 eləyir. O da 5 elədi. 3 üstü 3 də 27 eləyir. 27-ni də vururam 5-ə. Bunun da doğru cavabı 27-ni 5-ə vuranda 135. B variantı. 41-ci sual. 41-ci sualda nə deyir? Çoxluqlar verilib ştrixlənmiş hissədə olan elementlərin cəmi. Uşaqlar, ştrixlənmiş hissə A ilə B-nin fərqini göstərir. Ya da gəlin elə dolduraq. Bunların ortaqları nədir? 2, 2, 3, 3, 5, 5. Yəni 2, 3, 5 ortaya yazılır. A tərəfə A-da qalanlar 1, 4, 6. 1, 4, 6 elementlərin cəmini soruşur. 1 plus 4 plus 6, o da eləyəcək 11. Yəni A variantı. Keçirəm 42-ci suala. İfadənin qiymətini hesablayın deyir. Gəlin uşaqlar, əvvəla sürəti hesablayaq. Kökün altında 1,6. Yəni bu kökün altında 10-da 16 deməkdir. Bunu ayrı-ayrı yazsaq daha qəşəng görsənər. Kök altında 10, kök altında 16 plus kök altında 10, kök altında 25 plus kök altında 10, kök altında 36. Bunların hamısını topladıqda eyni məxrəcdir. Kök altında 10. 16-dan 4 çıxır, 25-dən 5 çıxır, 36-dan 6, 4-ün üstünə 5, 9, 9-un üstünə 6, 15. Kök altında 10-da 15. Bu surətimizin cavabı. İndi məxrəcimizin cavabını hesablayaq. 2 kök altında 2-ni kök altında 5-ə vuranda 2 kök altında 10 eləyir. Onun da üzərinə bir dənə də kök altında 10 gələndə eləyir 3 kök altında 10. 15 bölünsün kök altında 10-u, 3 kök altında 10-a bölək. 3 kök altında 10-a bölmək üçün 3 kök altında 10-da 1-ə, yəni tərsinə vurmaq lazımdır. Kök 10-u kök 10-a vuranda eləyir adi 10. Adi 10-u da 3-ə vuranda eləyir 30. 30-da 15. Bu da 2-də 1, yəni 0,5 deməkdir. Doğru cavab D variantı. 43-cü sual. M parametrinin hansı qiymətinə çox ədilsin? Sərbəst həddi 3-ə bərabərdir. Uşaqlar, sərbəst hədd yanında dəyişən olmayan həddir, düzdürmü? Yanında dəyişən olmayan hədd bax budur. Yəni 15 minus 3m. Deyir ki 3-ə bərabərdir. Buradan 3m bərabərdir 12-yə. M də bərabər olur 4-ə. M də 4, Y variantı. Keçək 44-cü sual. İki tərəfi 8 və 9 olan üçbucağın perimetrinin ala biləcəyi tam qiymətlərin sayını tapın. Uşaqlar, əgər üçbucağın iki tərəfi 8 və 9-dursa, üçüncü tərəf x götürsək, üçüncü tərəf 8 ilə 9-un cəmindən kiçik, fərqindənsə böyük qiymət alır. Yəni 1 ilə 17-nin arasında qiymət alır. Ala biləcəyi tam qiymətlərin sayını tapın. Perimetrin ala biləcəyi tam qiymətlər. Deməli, perimetr 8 plus 9 plus x-dır. Mən bu x-in yerinə neçə dənə qiymət qoya bilsəm, daha doğrusu, perimetrdə o qədər qiymət alacaq. 1 ilə 17-nin arasındakı ədədlərin sayını tapmaq üçün də 1-dən 17-yə qədər, yəni elə bil 2-dən 16-ya qədər ədədlərin sayını tapıram. 16-dan çıxıram 2-ni, bölürəm, yəni 16-dan çıxıram 2-ni, bölürəm, arasındakı fərq 1-dir, üzərinə də gəlirəm 1-ə. Yaxud da saymaqla da tapa bilərsiniz. 14 üzərinə də 1 gəlirəm 15. Yəni 15 dənə burada ədəd var. Ona görə 15 dənə mümkün hal var perimetri üçün. Gəldik 45-ci suala. İfadəni sadələşdirin deyir. 45-ci sualda bu ifadəni sadələşdirmək üçün nə edirəm? Əvvəla surətin vuruqlarını tapıram. X kvadrat çıx 5x plus 6-nın viyyətlə köklərini tapsam, kökləri 2 və 3-dür. Cəmi 5, hasili 6, 2 və 3. Onu vuruq şəklində yazanda x çıx 2, x çıx 3 kimi yazıram. Məxrəcdə də x çıx 3 var.
İkincisinə də V-ti tətbiq eləsəm, cəmi 2 hasili -8. Kökləri 4 və -2-dir. 4 və -2-ni vuruq şəklində yazanda x minus 4, x plus 2 olur. Bölünsün x plus 2. Fikir versəz, bu ixtisar gedir, bu da ixtisar gedir. Bərabərdir. Burada x minus 2 qaldı, plus x minus 4 qaldı. Bu da bərabərdir. X, 2x, -2, -4, -6. 2x minus 6. Doğru cavabımız D variantı. Keçək 46-cı suala. A, B, C, D artan müsbət ədədlər sırasının ən böyük fərqi bu sıranın medianına bərabər olarsa 2D çıx C böl 2A plus B ifadəsinin qiymətini tapın. Artan müsbət ədədlərdir. Ən böyük fərq. Artan müsbət ədədlərdirsə uşaqlar, ən böyük fərq ən böyük ədəddən ən kiçik ədədə çıxmaqla tapılır. D-dən A-nı çıxmaqla tapılır. Və deyir ki, ən böyük fərqi bu sıranın medianına. Medianda 4 dənə ədədsə ortadakı 2 ədədin cəminin yarısıdır. B plus C böl 2 bərabər olarsa. İndi bunu gəlin çarpaz vuraq. 2D çıxılsın 2A bərabərdir. B üstə gəlinsin C. Buradan bizə misalda nə deyir? Deyir ki, 2D çıx C böl 2A üstə gəl B-ni tap. 2D çıx C. Bu C-ni gətirsəm 2D-nin yanına, 2D çıx C-ni tapıram. 2A-nı da B-nin yanına aparsam, B plus 2A-nı tapıram. Və fikir verin, 2D çıx C ilə B plus 2A bir-birinə bərabərdir. 2D çıx C, B plus 2A. O zaman bunlar eynidirsə, eyni şeydirsə, cavabımız 1 eləyəcək o zaman. Keçək 47-ci suala. Nə deyir 47-ci sualda? Mərkəzi O nöqtəsində olan çevrədə AB və AC toxunanlar. AB, AC toxunanlardırsa, buradan bura qədər olan məsafə ilə, buradan bura qədər olan məsafə bir-birinə bərabərdir. BAC 90 dərəcə, BAC bura 90 dərəcədir. AB burada 90 dərəcədir. Çünki radius toxunana perpendikulyardır toxunma nöqtəsinə çəkiləndə. Burada 90 dərəcə, avtomatik burada 90 dərəcə olur. AB 8-dirsə, burada 8, burada 8, burada 8, burada 8 olur. Çünki burada kvadrat əmələ gəlir. ABOC dördbucaqlısının perimetri. Heç nə P bərabər olur 4A-ya, yəni 4 vurulsun 8-ə. Bu da 32 verir bizə. Gəldik 48-ci sual. 50 manatlıq məhsulun qiyməti artırılaraq 60 manat oldu. Məhsulun qiyməti neçə faiz artdı? 50 manatlıq bir məhsul idi. Bunu mən 100% olaraq götürsəm, 60 manatlıq bir məhsul oldu. 60-ı da x% olaraq götürsəm, 50x bərabərdir 60-ı 100-ə vururam 600. X da bərabərdir 600-ü 50-yə bölsəm, bu da eləyəcək nə? 100, yox, 100-ü 52, 12. Bircə saniyə uşaqlar. 50 manatlıq qiyməti artırılaraq 60 manat oldu. Bir dəqiqə. 6000, 0-ın birini əksik vermişəm mən. 120. 50x bərabərdir 6000, 6000 bölünsün 120-yə. 120% oldu. Əvvəl 100% idi, sonra 120% oldu. Demək ki, 20% artırmış. 20% artar. Keçdik növbəti 49-cu sualımıza. 49-cu sualı üstündə yazıblar. Baxaq görək nə deyir burada. Yazıblar ki, burada görünmür deyə. A və B natural ədədlərin ortaq olmayan sadə vurğularının hasili C-dir. İfadənin qiymətini hesablayın. Ortaq olmayan sadə vurğuların hasili C-dir uşaqlar. Əkob 3A ilə 3B. 3A ilə 3B-nin əkobunda mən nə edirəm? Baxın, buradakı 3-ü mötərəzənin xaricinə çıxartsaq, olacaq belə 3 vurulsun, əkob AB. Buradan da 2-ni mötərəzənin xaricinə çıxartsam, 2 vurulsun, əbob AB. Uşaqlar, əkob AB-ni əbob AB-yə böləndə belə bir düsturumuz var. C eləyir. Yəni, 3 böl 2, bu C eləyirsə, bunu vururam C-yə. Bərabərdir, bərabərdir yox, daha doğrusu davamı var. Vurulsun 1 böl 3C. Bu C ilə bu C ixtisar gedir, bu 3 ilə də bu 3 ixtisar gedir. Doğru cavabımız qalır 2-də 1, yəni 0,5. 50-ci sual. Nə deyir? Tənliklər sistemi ilə x, y hasilini tapın. 2x 4-ə bərabərdirsə uşaqlar, buradan x-i mən tapıram 2. X-i 2 tapandan sonra buraya 2 qoyanda y-də alınır 7. 2 və 7. Hasil 2 vur 7 oldu 14. 50-ci sual. Keçirik 51-ci suala.
Demək, 51-ci sualda AB-yə paralel BC-yə paralel KAB 100 dərəcə, KAB, demək, KAB, söhbət bu bucaqdan gedir, bura 100 dərəcədir. CDP 120 dərəcə, CDP, bura 120 dərəcədir. CYB, buranı soruşur bizdən. Baxın, uşaqlar, 100 dərəcə, 120 dərəcə. 100 dərəcə və 120 dərəcədən istifadə edərək, burada əslində bizim düsturumuz var, belə, bu qaydanın düsturu. Buradakı bucaq alfadır, buradakı bucaq betadır, buradakı bucaqda x götürsəm, x bərabərdir, alfa üstə gəl beta çıxılsın 180 dərəcə. Hazır belə bir düsturumuz var. Yəni, mən buradakı bucağı tapsam, elə buradakını da tapmış oluram. Yəni, bura qoyuram x. Elə x bərabərdir 100, üstə gəlinsin 120, çıxılsın 180 dərəcə. Bu da bərabərdir 40 dərəcəyə. Doğru cavabımız olur 40. Keçək 52-ci sualımıza. ABCD paralelogramında DY parçası tən böləndir. Tən böləndirsə burası alfa, burası da alfa. Alfa daxili çarpazdır deyə burası alfa. Avtomatik YC ilə CD-nin bir-birinə bərabər olduğu alınır. Ətraflı yazı tələb olunan tapşırıqdır deyə mütləq şəkildə alfa, alfa, alfa mütləq şəkildə yazılmalıdır. Yəni, bu bucaqların bərabər olduğu qeyd olunmalıdır. Ondan sonra da bu tərəflərin bərabər olduğu. O da nəyə görə olur? Çünki burada bir üçbucağa əmələ gəlib axı. Oturacağa bitişik bucaqlar bərabərdirsə, deməli yan tərəflər də bərabərdir, bərabər yanlıdır. AB 5-dir. Bura 5-dirsə, burada 5-dir. Avtomatik burada 5 olur. BY 3-dür. Perimetri soruşur. 2 vurulsun. Yəni, 2 vurulsun A plus B-dən. Bir tərəfimiz 5, digər tərəfimizdə 8. 5 plus 8, 13. 13-ü də 2-yə vuranda 26. Doğru cavabımız olur 26. Gəldik 53-cü sualımıza. 53-cü sualımızda nə deyir bizə? Deyir ki, xətti funksiyasının qrafikinə əsasən n parametrinin ala biləcəyi natural qiymətlərin sayını tapın. Uşaqlar, mənim K-m 4m çıx 25-dir. B-m isə m plus 2-dir. Çünki düsturumuz y bərabərdir kx plus b şəklindədir. Və misalda düz xətt keçib ucları, yəni düz xəttin ucları keçib ikinci və dördüncü rübdən. Yəni, K-mız mənfidir, sıfırdan kiçikdir. B-ni də y oxunu yuxarı hissədə kəsdiyinə görə B-miz də sıfırdan böyükdür. B-miz də sıfırdan böyükdür. O zaman belə çıxır ki, K sıfırdan kiçikdirsə 4m çıx 25 kiçikdir sıfırdan. 4m kiçikdir 25-dən, m də kiçikdir 25-i 4-ə böləndə olur 6,25. M-in yerinə 6,25-dən kiçik elə ədədlər yazmalıyam ki, bu da müsbət cavab alınsın. 6,25-dən kiçik m-in yerinə yaza bilərəm 6, 5, 4, 3, 2, 1 yaza bilərəm. Bizdə buradan nə deyir? M parametrin natural qiymətlərin sayını soruşur. Elə, yəni, məsələn, normalda mən 0 da yaza bilərdim, 0 da, -1 də yaza bilərdim. Bu da müsbət eləyəcəkdir. Amma natural qiymət soruşduğuna görə ancaq bunlar. Sayını soruşur. 1, 2, 3, 4, 5, 6. Doğru cavabımız oldu misalımızda 6. Keçək 54-cü suala. 54-cü sualda görək nə etməliyik? Deyir ki, eyni bir düz xətt üzərində yerləşən A, C və B məntəqələrinə səyahət etmək istəyən turist A məntəqəsindən hərəkətə başlayaraq B məntəqəsinə gedib, C məntəqəsinə qayıtdıqda 40 kilometr. Buranı mən bir dənə A ilə işarə eləyim, buranı da B ilə işarə eləyim. A məntəqəsindən B-yə getmişəm, C-yə qayıtmışam. 40 kilometr yol getmişəm. A-dan B-yə gedənə qədər A plus B qədər yol getmişəm. Sonra B-yə qaydana qədər 1B qədər də yol getmişəm. Ümumilikdə 40 kilometr yol getmişəm. Sonra B məntəqəsindən hərəkətə başlayaraq A məntəqəsinə gedib, C məntəqəsinə qayıdıb. B-dən A-ya gedənə qədər A plus B qədər yol getmişəm. C-yə qaydana qədər plus bir dənə də A qədər yol getmişəm. Və 50 kilometr yol getmişəm. Bu da mənim sistem tənliyim. A və C məntəqələr arasındakı məsafəni tapın. A və C. Yəni, mənə A-nı tapmaq lazımdır. O zaman sistem tənliyimi biraz daha səliqəliləşdirim. A plus deməli B, daha doğrusu A plus 2B bərabərdir 40. 2A plus B bərabərdir 50. Bunu da sistem tənliyi kimi həll edirəm.
Yuxarıdakı tənliyi 2-yə vurub tərəf-tərəfə çıxa bilərəm. 2A-nı 2-yə vuranda 2A, burada da 2A çıxdım, getdilər. 2B-ni 2-yə vuranda 4B, 4B-dən 1B çıxıram, 3B. 2-ni 40-a vuranda 80, 80-dan da 50 çıxıram, qalır 30. 3B 30, B 10. B 10-dursa, B, məndən B-ni istəmir. B 10-dursa, gətirirəm burada məsəl üçün yerinə qoyuram. Olur 2A plus 10 bərabərdir 50. 2A bərabərdir 40-a, A da bərabərdir 20-yə. Belə. A məsafəmiz, yəni AC məsafəmiz oldu 20. Doğru cavabımız da elə 20. Gəldik son 55-ci suala. ABC üçbucağında bucaq ABC, bucaq MNC-yə bərabər. 90 dərəcədə hər ikisi. AM CM-ə bərabərdir. AM. AM də 5-dir, CM də 5-dir. AB ilə MN-in cəmi 9-dur. Uşaqlar, NC parçasının uzunluğunu soruşur bizdən. Baxın, fikir verin. Bu bucaqla bu bucaq bir-birinə bərabərsə, bunlar uyğun bucaqlardır. MN ilə AB-nin paralel olduğu qənaətinə gələ bilərik. Və AM ilə MC də bir-birinə bərabərdirsə, onda belə çıxır ki, MN orta xəttdir. Buraya yazırıq. MN orta xətt. Orta xətt. MN orta xətdirsə, onda belə çıxır ki, orta xətt üçbucaqda oturacağa paralel olub onun yarısına bərabərdir. Yəni, bura x-dır, bura 2x-dır. O zaman belə çıxır ki, x-la 2x-in cəmi bərabərdir, şərtdə 9 verilib. Buradan x-i tapırıq 3. X-i 3 tapdıqdan sonra bura oldu 3. Nə deyir? NC parçasının uzunluğunu. Bura olub 3 axı. Uşaqlar, bu düzbucaqlı üçbucaqda axı. Düzbucaqlı üçbucağın bir kateti 3, burası 3 tapmışam, gördüyünüz kimi. Hipotenuzu 5. NC-ni də tapanda NC bərabər olur, NC-nin kvadratı bərabər olur. 5-in kvadratı çıxılsın 3-ün kvadratı. 25-dən də 9, 16. Buradan da NC-ni tapıram 4. Yəni, doğru cavabım oldu 4. Bu da oldu sonuncu sualımız.